Salam dostlar, necəsiniz? Bugün sizlərlə FC Mobile oynayacağıq və təxmini 2 oyun oynayacağıq tək-təkdə. Tətillər olduğu üçün bəzən çox tətil olduğu üçün mənim vaxtım çox olur və təxmini videoma 3-cü video olacaq bu. Dostlar, təxmini 2 və ya 3 oyun atacağım tək-təkdə. Bunu oyunu gedişatına qərar verəcəm. Tək-təkə FC şampiyon olub digər videoda zaten bildiniz. Vaxt itirmədən oyuna girək. Görək nə eləyəcəyik. Rəqibimiz Cimbomdur. Dostlar, mən bu oyunda oyunun səsini alıb özüm spikerlik eləyəcəm. Yəni spikerliyi özüm eləyəcəm də, elə bir ki. Ona görə oyunu kodunu aldım. Və dostlar, spikerliyə başlayaq. Və rəqiblər Galatasaray və Real Madrid üz-üzə gəlirlər. Görəsən bu qarşılaşmanın sonucu necə olacaq? Bir tərəfdə qələbəyə aşiq Real Madrid, digər tərəfdə aşiq olanı geri çevirməyi sevən Galatasaray. Görək nə eləyəcək? Rafinha topandadır. João Mario aldı Mendes. Ela pressing Mendes. Kvaratskhelia sürətlə keçdi rəqibini. Kvaratskhelia zərbə Mendes kanın önündə qaldı top. Oliver Kahn başladı dərhal və çobut səhv, amma cərmə zərbəsi Galatasaray yerinə yetirir. Ştam Pisili'den dəqiq götürmə alınmadı. Richarlison, Totti, Bastoni araya girdi, top aldı. İndi Van Persie, Luis Figo əla gördü. Figo, Ştam əla hücumun qarşısını kəsdi. Palhinha indi əks hücumdadır. Kolomani, amma Erik Garcia icazə vermir və çobut səhv indi. Çobut səhv. Əla müdaxilə Kusanovdan indi. Top Pisili'dədir. Kolomani zərbə. Schmeichel. Top Schmeichel'da qaldı və indi əks hücum ola biləcəkmi? Xviça Kvara. Ela keçdi Kvara. Ela keçdi rəqibini Xviça Kvaratskhelia. Ela indi Luis Figo. Olmadı. Pisili pressing eləyib topu komandasına qazandırır Fermin Lopez. Nuno Mendes, Fermin Lopez, Xviça Kvaratskhelia indi Van Persie döndü, amma yox, Ştam izin vermədi. Totti indi boşluq var indi Real müdafiəsində, amma Bastoni izin vermir, amma yenə hücum. Çobut səhv hər iki takımda oyuncudan. Carlos Alberto zərbə almayacaq. Fox, nəyin qarşısını kəsdi? Bastoni, Alasan Bastoni. Xviça Kvaratskhelia. Və indi əks hücum şansı indi. Van Persie irəliləyir, amma yenə Ştam izin vermir. Ştam. İlk hissə bitdi. Galatasaray 0, Real Madrid 0. Hər iki takım bərabər şəkildə oyun elədilər. Yəni diqqətli gol vəziyyəti olmadı. Daha doğrusu təhlükəli. İndi görək nə olacaq. Luis Figo rəqibini keçdi. Figo amma Figo nə eləyir? Top çəldəli. Top Figo'dan çıxdı. Luis Figo. Birla top ondadır indi. Kim oynayır? Palhinha. Pisili. Robertson. Rəqiblər üzərində çəkir Robertson. Totti, indi Kolomani, önündə Kusanov. Plası vuracaqmı? Zərbə! Schmeichel! Səhv eləmirəmsə offside. Yox. Kusanova sarı kart. Bəli. Yox. Figo'ydu bu. Bastoni topu uzaqlaşdırdı, bəli. Yenə çobut səhv. Real müdafiəsində. Zərbə olsa təhlükə alacaq. Zərbə! Schmeichel. Alberto Bastoni. Xviça Kvara mövqeyin tərk eləyib Kvaratskhelia. Amma nə eləyir? Və indi Kvara dərhal başladı.
Neynir Kvaratskhelia? Hələ də bilinmir, amma top yenə Realda qalmadı. Kolomani, Richarlison, Firmino aldatdı, indi ara pası, daha doğrusu yüksekten pas alınmadı. İndi Richarlison, Fermin Lopez'den top aldı. Psili. Oy, başlıq, zərbə, Michael. Allah müdaxilə. Fermin, Allah çəkdi rəqibini. Oyun sürətlenib artıq. Carlos Alberto indi verdi Hviça Kvara. Allah. Hviça Kvaratskhelia irəliləyirindi. Zərbə olacaqmı? Van Persie və gol! Və gol 90-cı dəqiqə. Van Persie hesab açdı. Real Madrid sonuncu dəqiqədə hesabda önə keçdi. Real Madridin artıq bu qələbəsi sayıla bilər. Galatasaray'ın müdafiəsində böyük bir boşluq yarandı və buradan Real Madrid veya daha doğrusu Van Persie bundan fürsətten istifadə etdi. Hesap 1-0 və 5 dəqiqə artırıldı. João Mario indi Hviça Kvara, Köbütsev Real müdafiəsində. Oy, ştam izin vermiş. Kvara'ya João Mario. Galatasaray son hücumu diyecektim ve maç bitti. Real Madrid 1, Galatasaray 0. Ve dostlar, indi ikinci oyunumuz var. İkinci oyunumuza geçək. Ara biraz fasilə. Dostlar, spikerliğim biraz pis olabilir. Səbəbi mən əsl spiker deyirəm. Yəni bunu açıqlama bilirsiniz. Yəni mən səsim pis olabilir kısaca, amma əlimdən gəldiyi qədər yəni spiker eləməyə çalışıram. Sonuncu oyun, daha doğrusu yani sonuncu oyun yok məncə 3 oyun atacağım dostlar. Qərarım 3 oyundur. Yəni atmaya da bilərəm, amma bu oyunu dəqiq atmalıyam. Görək, deplasmana getmişəm dostlar. Dostlar, yəni mən qollara yəni hərəkətlərə ciddi sevinməmək səbəbi, yəni səsimi boş yerə itirməmək istəmirəm. Yəni lazım olur da indi səs. Yəni real futbol deyil bu. Amma qollarda sevinə bilərəm. Amma normal oyun içərisində hayır. Və spikerliyə başladıq dostlar. Və Real Madrid və daha doğrusu Manchester United qarşı-qarşıya gəlir. Görək bu oyunun nəticəsi nə olacaq? Topa Unitedlilər, qara şimşəklilər başlayacaq. Maradona top ondadır. İndi Jorginho, ama Eric Garcia topa önün kəsdi onun. İndi Fermin Lopez. Niyə oynayır Lopez? Qəribə hərəkət bu Fermindən. Top outdadır. Top United'dadır. Milinkovic Savic topu uzaqlaşdırır. Top skorat deyəcək. Jorginho irəliləyir. Jorginho görək nə eləyəcək? Jorginho mu? Mendes qarşısını alır. Mendes Van Persie'dən hərəkət. İndi atıq və gol. Və gol. Van Persie hesabı atır 1-0. 14-cü dəqiqədə, daha doğrusu 15-ci dəqiqədə Real Madrid ilk dəqiqələrdən hesab atır. Oyuna 1-0 başlar. İndi pressing nəticəsini verdi, amma top yenə itirdilər. Jorginho hələ heç bir şey edə bilmir, amma müdafiədə boşluq Bastoni. Mən boş deyiləm, amma deyir adeta Bastoni. Figo, Allah keçdi Figo. İndi irəliləyir. Luis Figo pas olmadı. Pas vermədi indi Luis Figo. Daha doğrusu bəli Luis Figo pas vermədi. Əksi hücum şansı deyəcəkdim, amma izin vermir Real'ın yeni oyuncuları. Carreras qarşısını kəsdi. Maradona. Pirlo. Owen yenə Kusanov yenə önünü keçdi. Carreras əldə aldı Luis Figo, amma önündə Bremer. Figo'ya adeta sen kimsen? Real müdafəsi güzel ve Maradona elde atı dedi. Real orta sahasında boyut boşluğu indi. Jorginho mas Nuno Mendes. Şimdi görək ne olacak? Bastoni.
Figo! Figo nə elədi? Uy uy uy. Piyol. Görün nəyin qarşısı kəsdi? Piyol indi əks hücum ola biləcəkmi? Bəli, zərbə qapıya. Çox töldədir. Schmeichel top ondadır. Qapıdan zərbə və ikisi də bitdi dostlar. İlk yarının son düdüğünü çaldı. Dostlar ikisi də bitdi. Görək indi ikincisi nə olacaq. Van Persie, Luis Figo, Pirlo, Carlos Alberto. Əla boşluq. Daha doğrusu boşluq var. United'in müdafiəsində. İndi Carlos Alberto orta təhlükəli Van Persie. Oy oy oy. İmza. Yuh. Kvara. Və oy nə olub oy. Fermin və gol və gol. Fermin Lopez. 2-0 ama ne oldu axı? Qapıda ne oldu? Baxın vəziyyətlərə dostlar. İndi çok büyük vəziyyət oldu ama Fermin siz vura bilmirsiniz, ben vuraram değil. Geliyor. İlk pozisyonda kalecinin güzel bir kurtarış yaptığını söylememiz gerekiyor. Fakat Ve hesap 2-2'dir. Xıvica pressingle aldı. İndi aldattı diyecektim. Demez olsaydım. İndi Pirlo. Oy 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 oy. Zorba Bastoni. Ay ay. Jorginho. Fermin'den aldı indi. Owen. O Bastoni. Oy oy oy. Ve zarba ve gol. Fark bilir. United farkı bir indirir. Carreras vendi ama biraz suratta yetişebilmeyecek. Bəli, zarba ve Miliko Savic. Vendi Maradona ama Bastoni adeta büyük kabusu olur Real'ın müdafiəsinin. Figo'da onlara aittir. Müdafiəçi olmasa da ne? Top çöldədir və korner mi olacaq? Yox, qapıdan zərbə. Vendi Çabutsev və gol! Milko Savaş'tan Çabutsev topu Kvaratskhelia hədiyyə etdi ki vur. Və Kvara bu hədiyyədən imtina etmədi. 3-1 Real qələbəyə daha da yaxınlaşdı. 81. dəqiqə. Və oyun dondu dostlar. Oyun donup paylaşayım. Ne olduğunu bilmirik dostlar. Görək. Və oyun başladı. İkincisi və rəqib oyunu tərk etdi. Rəqib oyunu tərk etdi dostlar. Yəni bu botdu artıq. Öyle deyə bilərik. Bizdə elə belə qollar var. Yəni spikerliyə qısaca desək heç uyğun olmaz ama yenə də hatta və 4-1. Yəni əslində 3-1-dən sonra oynamağa qalmadı ama yenə də oynayaq da elə belə 4-1. Məncə adiyyət, yəni səsimizi boş yerə verməyən adiyyət yox. Çünki ciddi oyun getmir. 4-1 məğlub olduq. Daha doğrusu məğlub edirik. Yəni qısaca 3-1 desək daha iyi olar. Çünki mən yəni elə də saymıram bunu. 3-1 zaten durdum. Yəni bu baxın dostlar. Ama sen ikinci golda yani Fermin Lopez'in vurduğu golda yani maç bitti. Real Madrid 3-1 hesabıyla galip geldi. Ben 3-1 diyeyim dostlar. 4-1 diyeyim ben. Haksız yere gol düşəm. Dostlar bir de ikinci golda gördüğünüz ne oldu? Dostlar üçüncü oyuna keçək. Səsiz bağlayıram eləlik. Dostlar belə baxıram biraz vaxt çox keçdi. Yəni sıxılıb eləyərik. Mən də sıxıldım açıqcası. Sonuncu oyuna keçirik dostlar. Bundan sonra mən bağlayıram. Yəni
Təxmini məncə 25 və ya 20-ci dəqiqə kimi sürər yəqin oyun. 2-dəki yedirik. Görək, defansda yəni çox geriyəm. Defansda olduqca fərq atıb mənə rəqib. Yəni ümumiyyətlə fərq çoxdur. Amma əlbəttə ki oynayışdı. Yəni siz də bilirsiniz. Və spikerlik edək dostlar. Və Real Madrid ilə Manchester City karşılaşır. Yasin var. Neyse. Manchester City ve Real Madrid üz-üzə gəlir. Van Persie topa ilk toxunuş etdi. Carlos Alberto, Luis Figo. Figo görək nə eləyəcək. Figo böyük oyunları sevir. Ay indi Real Madrid'in cephəsində böyük boşluq. Real Madrid ne eləyəcək? Real ne eləyəcək? Və indi topun qarşısını aldılar. Amma Marcus Thuram. Amma Pirlo. Və cərimə zərbəsi. Real yerinə yetirəcək. Kimə başlayayım mən? Məncə boşdur. Direkt pas indi Carlos Alberto. İndi Figo. Davis'e geçti. Cannavaro var öncülərində. Cannavaro. Oy. Top baraja dəydi. Amma top yüksəkdən geçsəydi məncə təhlükəli olacaqdı. Yəni oyun öz-özünə gedişatla getdi amma və indi boşluq. Gustavo Esobe daha doğrusu və gol. 1-0 rəqib öndədir. Görək Real Madrid nə eləyəcək? Kobud səhv sonundan, daha doğrusu Schmeichel əla müdaxilə komandasının ikinci qoldan xilas edir amma məncə bu kornerdən yeyəcəm mən. Yemədim amma bu səfər yox yemədim. Neyləyəm? Dostlar indi qısaca mən neyniyim ki? Yəni amma indi Figo sürətlə keçdi. Cannavaro'nun Nexus'un şansı. Kimə? Fermin və Kvara və gol. Hesab bərabərləşir. Xviça Kvaratskhelia. Bu oğlan hücumu özü qurdu və hücumu tamamladı. Öz goluyla bitirdi. Düz 9'luğa nişan aldı. Xviça Kvaratskhelia. Davamı gələr. İnşallah. Toni Kroos. Efsane Real Madrid'in efsanesi. Real'a karşı oynayır. City'de. Alphonso Davies ama yok. Toni Kroos. Oy. Ala pasıydı kısaca ama ilk septi. Hesap beraberdi. Man City and Real Madrid. Mindüdü ile karşılaşmanın ikinci yarısı başlıyor. Bakalım beraberlik bozulabilecek mi? Ve indi Nuno Mendes, Pulisic ilerleyir zırpı. Oy neler boş verir. Ne boş verir. What? Ne oldu? Ve indi dostlar mən səsi bağlayıram. Spikerlik getdi yəni. David Beckham. Son vurabilir. Ve top ağlara gitti. Mücadelede tekrar öne geçtiler. Luis Figo. Topla buluşan Luis Figo. Ve bu top direkten dönüyor. Hala şansları var. Bu pozisyonu geliştiremediler. Eusebio. Pulisic. Doğru pozisyon alarak pası kesti. Luis Figo. Bir hamleyle topu taca gönderiyor. Luis Figo.
Real Madrid topu tutamadı. Eusebio. Son. Şimdi karşı atağa çıkma şansı. Şut şansı devam ediyor. Karşı karşıya pozisyonda müthiş kurtarıyor. Çok net bir pozisyondu. Harika kurtardı. Kaleciden harika bir kurtarış izledik. Ardından da topu rahatça kontrol etti. Öncelikle net bir gol fırsatını engelledi. Sonra da takımını rahatlattı. Ve bu top kalecide kalıyor. Carlos Alberto. Son. Eusebio. Eusebio tehlikeli pozisyonda. Son dakikalarda çok önemli bir kurtarış. Belki de tüm umutları bitecekti. Kaleci için çok basit bir orta oldu bu. Basit ve maç bu düdükle sona eriyor. Real Madrid bu mücadeleyi kaybeden taraf oluyor.